Bilim, niyə keyfiniz yoxdur? Evdəkilərə deyirəm, mənə ayvad alın deyirlər. Hələ sən özünə pampers ala bilmirsən, ayvadı necə alasan? Bala, nə olub? Niyə bu qədər əsəbisən? Bayaq yanıma beşikdə bir qız qoydular. Zalım qızı bütün gecə ağladı. Qulaqlarımı hiss edə bildim. Balaca, atan barəsində nə deyə bilərsən? Atam Instagramda ayıb qızların videosuna baxanda mamam içəri girən kimi videonu dəyişir. Hara gedirsən balaca? Anam mənə deyib gələndə evə çörək alasan. Şirinliyin başıma bəladır. Elə hamı öpür. Vallahi bu sifətə pasport da vursan gömrükdən öpüb buraxarlar. Balaca, niyə belə narazısan? Bunların əlindən ağlamaq olmur. Ya yemək verirlər, ya da yatızdırırlar. Yatmaqdan günüzü görmürəm. Balaca, niyə belə narazısan? Məni o bibimə verməyin. Zalımın qızı o qədər öpür məni, uca yanağı sallanan itlərə dönmüşəm. Balaca, niyə belə narazısan? Mən əmmə gəzdirməyə verirlər. Parka aparıb şirinliyimdən istifadə edib qız tutur. Mənim orada xeyrim yoxdur. Babamı çox sevirəm, amma dəcələm deyə 2 dəqiqə oynadım. Gəlin bunu aparın deyir. Oynamağı sədəqə kimi verir.